Qardaş verdik də, verdik sizə. Görün nə günə saldınız. Belə saxlayırdıq biz. Ha? Bax qoldu. Gecə saat 10-da Onda başlamışam. bax, tabi sandalye. Kəfənləyib aparmısınız. Hə, bəli, hə oğlum. Allaha and olsun deyirəm ay xalası. Əkbər onu oğlu kimi Bilirəm, mən qəşəng bilirəm hamısını. deyirsən, bıq eləmişdi onu. Bilirəm, hamısını qəşəng bilirəm. Gedək, dur. Bunun nəyi var paltarı zadı, sumkası zadı, nəyi var? Və əziyyətlərimizi heç olmasa itirməyin. İmkan verin, qoyun sağalsınlar. Amin. Axlı ol. Bu da ayağına bax. Ayağını keçmir. Devamlı oturur. Var, Allah sənin, nə bilim qardaş, o qədər ürəyimdən dua keçir ki, dilə gətirəmirəm. Quran and olsun. Şişmiş eş yaptı. Şampun ver. Vay. Dəsmal tut. Gel. Ben yuvarladım ha. Nasıl? Vaxtında müalicə olsunlar ki, yəni sonunuz bu olmasın. Nənə necəsən? Ay nənə. Sağ ol, Allah kömək. Qurban olarım. İşıq tutun yollarına. Gəlmişik Suraxanıya. Bu yaxınlarda Toto adlı bir qardaşımızı çəkmişdik. Qolunu kəsmişdilər. 23 yaşlı bir gəncdir. Gəlmişik yenidən qardaşlarla, Əkbər qardaş, Çeçen qaqanla aparmağa, bunu reabilitasiyaya. Düzdür, bu cür xəstənin, bunun orada qalması, onun əziyyətini çəkmək çox çətin olacaq, çox çətin. Yenə buna baxmayaraq, Əkbər yenə öz qardaşlığını, öz insanlığını eləyir. Totu əvvəl gündən bizə gələndən bəri bu adam tam olaraq proqramı keçmir. Hər dəfəsində gəlib 6 ay, 3 ay, 5 ay yarımçıq gedim. Biz də məcbur saxlaya bilmirik, məcbur baxırdıq. Nəticə olaraq indi bu uşağın qolu getdi. Yenə də Allah kömək olsun. Bizə düşən nədir? Biz yenə də yəni bu cür insanlara kömək edirik, dəstək oluruq, əlimizdən gələn edirik. İnşallah qolu yoxdur, amma yenə də biz varıq. Yorğunçuluqdur, yenə də gəlmişik aparmağa reabilitasiyaya. Gedək. Getdik. Konum var. Var. Deyəsən bu olmalıdır, dən zəng eləyim. Alo. Bir nəfər çıxsın da qap. Bir nəfər çıxsın da çölə. Çıxdı, uşaq çıxdı, qurban olum. Uşaq çıxdı. Gəlirlər. Salam, Allah sizə kömək olsun. Allah sizə də kömək olsun. Ulan. Bunun bildiğin fasonuna bak. Salam nənə. Hansı yerdə? Əkbər Nazirə. Əkbər müəllim budur. Əsl Neftçaladan. O mən yerimdə. Mən sələnin ev sala bizik bala. Evin də yiyəsi mənə. Qıçım yox. Sahibi mənə. Allah sənə kömək olsun Oturun. ki, Oturun, doğru oturun, sulumuz yox. Sen oran işığın yalnız. Neyinirsiniz? Nə prosesi gedir? Otur. Sen qurban olum. Olmayan Sen şeyden git onu proses otur, bekle. qarşısında var. Hə? Dermanı koydum, şey yok, yapıştıran yazı yoktu. Hə, şey yox da, belə Mənim edirsiniz. kəsi vaxtıma düşüb oğlum. Totunun nəyisisiz? Totunun qardaşının qaynanəsi. Qardaşının qaynanası. Qaynanəsim, hə. Biri dedi ki, qabağına atılın. Biri dedi ki, bir xanaya atın. Allah xəkər. Qolunu, kəsilən Yudum. qolunu. Hə, yudum, kəfən edim. 30 manata yer aldım, 10 manata verdim, yeri qazdırdım. Təzə Suraxanda basdım, göstərə də bilərəm. Hər şey. Can. Dermanını satmadı, 21 Mart elədi. Bir Mart. Əkbər müəllim atmış da pulu. Hə. 10 manata Suraxmışdı. 10 Mart atmışdı, orada 5 Mart mesleğe verdik. Şeyini, bir de sigaret falan elədi özüne. Bunun dermanı qalıb buradan. Ben bir dənədir, 2 dənədir. verəsən mənə. Sənə qurban olum. Uşaq yaxşı uşaqdır. Əkbər. Bizim indi bir dənə həkimimiz var. Onunla danışmışam. Sən bax şu Bizim reabilitasiyanın yanında bir dənə ev var da. Müvəqqəti tam bərpa olana qədər qolu. Son keçidləri inşallah mərkəzin istəyir. Mütləq. Sənin neçə dəfə Əkbər müəllim götürdü yanına? kukla idi, kukla. Hə? Papağı çıxart. Neçə dəfə? 2-3 dəfə. 3 dəfə. Hə? Sən özün öz istəyindən qalmadın elə? Niyə qalmadın?
Həmdim özümü saxlayaram. Buna bax, boynuna bax, şu iğnəni vurub burasına. Yok yok. Ha. Oradan Orada deşiblər. deşmişlər, Sılant koy. onu Oradan içine derman dava koymuşlar. veriyorlar. Kateter Yok. koşmuşlar. Ha. Yok. Bunu Olmaz. da Kateter bıraksınlar. koymuşlar. Mil var. Gələndən amma eləyib də. Eləmir. Tövbə, Çəkdim tövbə, Ağız tövbə. seyirəm. Bax gedəcəyik xəstəxanada şey eləyəcəyik ya. Nefsadadansan. Nefsadan ocaq vasitə dönür ha. Yok, Göy yok. pir var ha. Atamın piridir. Yanan ışıq pir və həsəliyanda bizi pirdi. Mənim atamın öyüdü, mənim dədəmin öyüdü bir dəqiqə orada. Cəhdi mak eləməyib. Amma sifətində cinlik var axı, gözlərində elə bir patı çəkənlərin gözü var. Yatıma bax. Yox. 10 gün bundan qabaq xəstəxanaya Hə. gələndə ora qədər eləyirdi. Sonra xəstəxanaya getdi, qolunu kəsdilər, ondan sonra eləmir. Xəstəxanadan çıxandan sonra eləmir. Evdə elə- Quranım var, Qurana əl bastırmışam onu. Bunlar altdan eləyirlər. Ay nənə, ay ana Qırağa sən. baxa, qırağa. İndi test var da səndə. Eləyəcəyik orada. Hə, bəs o. Baxın dostlar. Əsədov. Əsədova. Bax görürsüz, bir də aralı düşürük hamımız. Bax görürsüz də dostlar, nəyə görə qolun kəsildi, itirdin? Narkotik. Narkotika görə. Ayağın da deyirlər pis gündədir. Ərzində gündə. Aç bir dənə ayağı da baxaq. Nənəsi aç onu. Ayağına bax. Bax. Ayağı da belə getsə ayağı da kəsəcəklər. Besleyecek, gidecekti. Daha. Bu daha bax. Qoluna bax, qol getdi. Neçə yaşın var Totu? 23 yaşında olan bir gəncin narkotikin qurbanı olan bir gəncin qolunu da qurban verdi. Belə getsə ayağı da eləyəcək, Allah eləməsin. Sağ olsun. Allah Taala Əkbər müəllimin 3 balasını min budaq eləsin. amin. Götürüb. Geceden yalvar. Bax Allah haqqı yeməyini öz cibindən verir, Hər pulunu öz şeyin, cibindən hər şeyin. verir, dərmanını hər mən onu 2 il 7 ay ərzində görmüşəm. Paltarını verir, nə bilim, cibinin pulunu verir, Yanına səhv gedən deyirəm yox də idi. səhv Mən deyirsən. gedirdim, Əkbər müəllim gəlib o yanına. Azından ölərdi o. Allah baba, Biz bu- getməsəydik ölərdi orada o. Quran Sənəm mən. Allah gəldi hələ haqqı. xəstəxanada bir 200 manat da pul xərclədi. Düzdür, hamısını orada uğradılar. Şey oldu, ben kalam. Mən Ben özüm onun için kilərimə giderim yaxşı onun yanında kalam. Özüm şikayet. Ona görə- Ancak Hasan'la onu yerim. Allah sənə belə deyim də, bu heç olmasa qol itirir, nifrət yaratsın ki, bundan sonra istəmə. Əkbər desə öl. Namala. Qal. O pisler var. Biz zaten onsuz da bundan burada şərt kəsəcəyik də. Kəs, nə şərtin Onu var, kəs. bırakma. Kes. Onu bilə bir oğlu götür özü və qardaş götür. Hər dəfəsində gəlir, Bax nə şərtin var, kəs qardaş. hər dəfəsində gəlir, halal xoş olsun. Yer durursan, bəli. Cavan Yaxşı olanda uşaqdır da, gedi istəyirəm getməsin. düzəlsin. Özdə bizim kadrlarda var da, mən maşınımı sürürdü, böyür başımda fırlanırdı, nə bilim. Şimdi Bir yerdə idman edirdim Deyir ondan, qurbanım, deyir. hər şey eləyirdi də. İndi şərtim ondadır ki, söz müqaviləsi bağlayaq da. Yəni, Bəli. Bəli. yəni gəlirsənsə, bir dəfə indi buranı daşını atsan yerə. atacaksan bura, atacak. Gəlirsən ora, Allah sənin üçün Deyib, bu deyib qolun atacaq. yoxdur, daha çətin olur sənin. Bəli. Bu da Dözümlü gezmeye de olmalısan, lazım. çətin anlarda, Düşmanların qabağında. sıxıntı anlarda yanımıza sığınmalısan, yanımızda olmalısan, bizi özünə qardaş seçkinən. Bəli. Burada olan Heç kəs narkomanlar sənə qardaş olmayacaq. Yox, et doğma qardaşı qardaş O- yox. O Doğma narkomanlar qardaşı ki var o ya da burada yox. hansı ki buna O da qardaşlıq yox. edirdilər, o sənə qol apardı. Yox. Biz sənə nə verdik? Qol verdik, güc verdik, Düzün elm sağ verdik, qolundan, savad sol qolundan, verdik, bəli. hər şey verdik. Bəli. Yanımızda oldu qardaş, bizi Hə. seç də. Siz baxırsınız Totuya. Mən Kim baxıram. bakır biz Can. bakalım. Məndən başqa baxan yoxdur. Atdılar küçəyə mən götürüb, özüm də pislər. Özümə arvad baxır onun içində xalam Şey qızıdır. dinlədi. Allah haqqı. Ata, Atası, atası qadın türməsinin rəisi olub. Yaxşı adam var, babası, ver, yaxşı. Heydər Əfi yanında işləyir. Bu babası. fitnə fasonuna bax, buna bax. Zarafat dili o boyda Keşlədə bunların adı sanı var. Getmir onlara, BBC-li öyle getmir. Yalvarıram baba, maşın bazarında BBC Bazar.com işləyir. Maşın bazarı var burada. Maşın aynı onu satırlar orada. Getmir. Tutup buradan, bu xarabadan. Bax, indi bir dənə şey deyim də, bax bunu aparırsan elə. Sağ ol, Allah balalarını saxlasın. Allah belə təzə gələn oğluvun, dünyaya gələn oğluvun bəxtini gözəlləsin. Amin ay Allah. Bax bunun bir qolu yoxdur. Bir qol. Bax bunun indi əl üz yumağı, digər şeylər belə deyim də, sim təmizlik işləri necə olacaq, nətər görəcək, kim eləyəcək bunu? belə özünə Əkbər məni dirəşib ki, gedək götürək, get. Deyirəm qardaş, bunun elə problemləri var. Belə deyim də, sağ olsun Əkbərin, 1 manatı da çıxma, Allah xəttini eləyir, Ha? Allah rıza. Bax nətər olacaq onun? Bir də onu danış. Ha bax. Baxın. Bax qoldur. Gece Gecə saat 10-da sağdan da başlamışsan. bak. Kapı sandım diye. Kəfənliyib aparmısınız? Hə, Ha ha. hə, bəli, hə oğlum. Pusuluna zaten. Ondan sonra altta kefenin. Üstüne de ağı bağlamışım ki başka şey bağladım. Ağ bağ, öz ağımdan kalmıştı Bu da artık. qaranlıqda- Yorgan kimi elədim. qaranlıqda baxsın. Yorgan kimi elədim geçencene.
Əməli var. Qardaş oğlu aparım indi. Nədir? Əkbər nətər olacaq indi qardaş? Ha, əziz qardaşım, ümumiyyətlə Əyləş, sən əyləş ki, kameraya düşə biləsən. mənim bu haqda təcrübəm yox idi. Aha. Bunun qolu kəsiləndən sonra hardasa bir həftədir ki, ancaq qolsuz yaşamaq, necə yaşamaq lazımdır, necə özünü idarə eləməlidir. Bütün videolar baxmışam YouTube-da. Özümlə söhbət eləmişəm. Demişəm ki, bax bir əllə sənin çətin olacaq. Ölgəşənə qədər də. Belə yəni yenə də deyirəm. Bunun yanında daimi qalan lazımdır da bir nəfər, ha? Hər zaman bizim mərkəzdə uşaqlar onsuz da mənəvi olaraq Kimə dəstək olacaqlar, gələcək yanında hamısı? olacaqlar, özüm də olacam, özü də yavaş öyrəşəcək. Yəni məncə öhdəsindən gələcək. Bax, Ay, Fotu, sən belə deyim, Kağızı gətir. kişiliyin bura yaxşıdır yoxsa reabilitasiyanın şəraiti yaxşıdır? Ha? Reabilitasiya. Bax, get də, get nə deyirlər, baş üstə, oldu, gəldi. 2 dəfə, 3 dəfə getmirsən, çıxmırsan yenə, qalmırsan da zorla bir səni necə döyək saxlayaq orada, əlvi qolu bağlayaq saxlayaq Sən get, qardaş. hadi gətir. Dur geyin Əmin gedək. sumkasını gətir. Allah razı olsun Nani. Sağ ol, Sənə sağ ol, Allah çox sağ ol. kömək olsun. Çox sağ ol. Buraxma, Əkbər müəllim, qurban olum. Bax buraxma deyirsən, bax sənin bax burada bu məğrəbələn cavan uşaqlar var, zəngillər bu telefonla, dartırlar, gətirirlər. Vermə. Biz deyirik getmə, buradan heç kimsə zəng edir, dartıb Mənim gətirir. evimdən heç kəs ona zəng eləməyəcək. Şey burada ümumiyyətlə bütün bu Suraxan rayonu var ha. Bütün bu rayondan heç kim yığmaz. Kim soruşdu onu, denə yoxdur burada. Bir Qardaş verdik sizə. Görün nə günə saldınız. Belə saxlayırdıq biz, ha? İmkan vermisiniz ki, Mən rahat ömrü dartırsınız, boyu, mən düz deyir də. dartmamışam. Özü qəşəng biri kim dartıb, neyini Qoymayın dartsınlar da. Həmin dartan ağzından şapalaq vurur da. eşidir, Siz onun mən nəyisiz? eşidir. Mən bunun xalasıyam. Xalasısan. Mənim xoşuma gəlirdi bir qolu belə olsun. 2 il 6 ay qaldı orada bu kimin idi. Hə. Hamı baxırdı, şişirdi. Gör indi nə günə düşür. Getdi Həzasınovda ev tutarlar, Əkbər müəllimin ömrünü uzun eləsin. Qəşəngcənə qalırdı uşaqlarla Həzasınovda. Kvaçan orada getdim, gördüm. Dedim, bana nə qəşəng, bir qəşəng qulluq elədilər adamı, evin içində hər bir şey var idi. Qız kimdir? İlan. Onu çağırdı, gətirdilər. Hə, Adam gönlünü tapmadığını bədbəxt elədilər onu. Allaha and olsun deyirəm ay xalası. Əkbər onu oğlu kimi Bilirəm, mən qəşəng bilirəm hamısını. deyirsən, bıq eləmişdi onu. Bilirəm, hamısını qəşəng bilirəm. Gedək, dur. Bunun nəyi var palpaltarı Sumkası zadı, adı, sumkası zadı, Bir nəyi var? balas, yığmısan bax bir çölə, bir şalvar, bir çubuq. Niyə O gün var? almışdım o şalvar köynəyi ola. Qoymuş bir də. Hə, o deyir, Pinkayla qara maşını köynəkdir, geydirmişəm. Yaxşı, sağ olun. Sağ ol, Allah çox amanı, sağ Allah ol. köməyiniz Allah olsun. razı Var olsun. olun. Allah köməyiniz Sağ ol nənə. Sağlı ol. Hə? Çok eşsin. Bir de ben önüne getireyim. Bəzən evdə iki mənə silinə eləyir. Sağ olun, sağ olun. Gecə vaxtı gəlmişik ki, itirməyin də, əziyyətlərimizi heç olmasa itirməyin. İmkan verin, qoyun sağalsınlar. Amin amin. Aklı ol. Çək verin, getdik sentrə. Davay gəl. Sağ olun. Sağ ol başladım. Allah kömeğiniz olsun. Sağ ol. Sizi bağlarınız üstüne ettik. Elbette yukarı besmeye kalın. Sağ ol. Sizi kurban olsun. Sağ olun, sağ olun. Bura narkomaniyadan, alkoqolizmdən, dostlar, iqramaniyadan əziyyət çəkənlər üçün müalicə mərkəzidir, reabilitasiya mərkəzidir. 12 adlı. Salamlar. Gəl top, gəl. Və bu bir nümunə olsun, bizə baxan gənclərə də, bizə baxan istifadəçilərə də qoy nümunə olsun ki, qolunu itirdi. Nəyə görə? Narkotikə görə. Narkotik təbii problem narkotikdə deyil. Problem bunun özündədir ki, deyilənlərə əməl eləmədi. Açıq baxdım getdim də elə bir şey. Mənə dedilər qal. Yox, gedirəm öz kimi yaranmış. Getdim ondan qolumu itirdim. Amma bugünkü gün pis mənada demirəm. Özü bugünkü gün yalvarır ki, məni təzədən aparın, xahiş edirəm. 3 gündür, 4 gündür səs atır ki, aparın məni, aparın ora. Bunun ayağı da pis gündədir. Bu
öz başınalığı davam eləsə ayağını da itirəcək. Xahiş edirəm bax sizdən özünüzə, canınıza yazığınız gəlsin. Analarınıza, valideynlərinizə, övladlarınıza yazığınız gəlsin. Allah hamımıza şəfa versin. Allah sizi belə şeylərdən qorusun inşallah. Kimsə başlayıbsa dayansın, kimsə düşübsə bəlaya gəlsin, müalicə olunsun, canını qurtarsın. Totunun qolu getməyə çox ağır oldu, hə. Hamımız ağlatdın, hamımız çox düşündürdün. Yəni, dəhşətdir, hə, çox dəhşət. Mən istəyirəm ki, bunun bir saçını, saqqalını zadı qırxaq, hə? Salıq bir dənə hamama, qəşəng uşaqlar çimizdirsin. Hə, Əkbər Hətta müəllim? keçər üzün başın hamısını qırxın, təzə paltarları verin. Olar. Mən yarım Hə. hazırım. Botulonkan zalı var, ağrı var, narkotik ağrısı. Biraz, Ha? biraz çok iyi. Çok yoktur. Ama kolgun ağrısı biraz var. Ağrıyır. O. Geceler korkma. Geceler olur mu? Neymişsən ben ağrıyanda? Ağırken stoptan. Kəsir. Biraz Unudursan, eşitdin, o sənin keçmiş yeri böyle totur. Şu, sən bura ucu ocağın. O küçüklere bak kim gitti benim. De buyur paltarın ağrısı. Paltarlarını da tırlasınlar da, ha? Ha var, her şey var. İyi. Soyun, ha şalvarı soyun, soyun şalvarı. Şalvarı soyun. Bu da ayağına bak. Ayağımın kökünde devil oturuyor. Onun olmadı için. Tekrar değil, yağın sıfatının yerleridir. Bunlar, ha? Ali. Ha? Vay Çok vay. güzel. Şaltın nerede yoksa alın böyle. Hayır, şaltın nerede? Bu reabilitasiya mərkəzi, məhz 12 adlı reabilitasiya mərkəzi, bax, xəstələrə bu cür yeni gələn fərqi yoxdur, ayağı kəsikdir, əli kəsikdir, sağlam hamısına bu cür qayğı göstərilir. Yəni burada döymək, söymək, nə bilim, əzab əziyyət vermək yoxdur. Burada valideynlərə yəni səslənirəm ki, görsünlər. Görürsünüz necə ürəklə təmizləyir bura öz dostunu, qardaşını. Bax, Allah sənin, nə bilim, qardaş, o qədər ürəyindən dua keçsin ki, dilə gətirəmirəm, Quran and olsun. Həm ürəyim körlədir, həm də sevinirəm ki, sənin kimi yaxşı qardaşlar var. Evdə sən heç bir simizdirirlər, ait oldu kimsə yaxınları. Ha? Bu var. Sağ olun, qardaş. Həm qurban olsun, qardaş. Patıya göre gelir dostlar kolu. Patıdan gelir. Güzel nanedir. Ben normal ki bundan artık bu millet inanmalı ki bu patı
Buna qadirdir. Bəli, normal. Bu da bu qardaşımızdır. Reabilitasiyaya gətirmişik. Görün necə ürəklənçimizdir dostlar. Halal olsun, halal olsun. Bu qarın özü də bir zamanlar Çeçendir, çempionumuzdur. Sambo üzrə. Dağıldaşdın, qaqa. Ha? Yaxşıdır. Buradan səslənən istifadə olan insanlara. Elə insanlara var ki, valla xəbərlər yoxdur ki, ailəsinin, anasının, babasının, qardaşının. Valla o gizlətməyə heç bir xeyri yox, kömək istəyir. Nə vaxt ki gizlədəcəksə, mən 6 il, 7 il mənim oldu, gizlətdim. Ondan sonra da 14 il mənim istifadə müddətim olur. Neçə vaxt ayıqsan qaqa? 14 ay 15-ci ay keçsin. Təşəkkür edirəm 12 addım reabilitasiya mərkəzinə dostlar. Evet, sənə təşəkkür Dəsmal var, dəsmal. Komandasına təşəkkür edirəm. Əkbər müəllimə, Əkbər müəllimin komandasına. Gözlər. Ağ ölümün qurbanıdır. Narkomaniyanın qurbanıdır, qolunu itirdi narkotika görə. Baxsın cavanlar, gənclər, kim ki bundan istifadə edir, baxsınlar, görsünlər. Onun üçün açmışam canlını. Baxın qolda. Vay. Ha. Ya baxamıram, Ebra. Hayda, ürəyim dağıldı ey Allah'ım. Ələkdamız. Paramparça. Gəlir keçək. Vay vay vay. Dəsmal tut. Ay, Tamam eləyir. Gəl mən yox qardaşım, gəl bunu tut. belə yumalıyam lan mən. Hə? Deyil. Çəkiliş eləyən baxa bilir. Ha, problem yoxdur bunda. Yox qardaşım. Belə tutayım. Kesin onun altında bir dənə silmə istəyir. Yox. İzdir. Ha? Altını. Reabilitasiya mərkəzidir. Sərli ol. Qotatı qoxma. Ayda. Biləm belə elə. Çoğan yerdə. Ha. Bunu buranı. Teşil. Artıq fənkəsini qoyur. Qoxma bilən səbirli olur da. Süp. İncitmir. Yox. İndi. Ben biz bununla bağlı. Çıxır. Ha, bir də ver. Qaqaqdan sən şəkildə var. Bu da bir müharibədir, bu da bir bəladır. Bax, gənclərimiz belə deyil də, məhv edib olur. Biri qolunu itirir, biri ayağını itirir, ciyərini itirir. Bir dənə də bint ver ona, bir dənə bint ver. Uşaqların həmişə təmizlikdə. Bax, qolunu itirib dostlar, görürsünüz. Köynə, sana köynəyi verin. Əyləş orada. Toplu bu vəziyyətə gələndən bəri 10 gündür də. Ayaqları da belədir. Yəni bizim bütün uşaqlarımız, komanda hamımız yəni göz yaşı içindəydi, hə. Bunu da görə. Qardaşlar da necə can fəşanlıq edir. Allah canlarını saxlasın, Allah balalarını saxlasın. Vaxtında müalicə olsunlar ki, yəni sonunuz bu olmasın. Yəni Nigeriya bunu, yəni narkotik istifadə edən, içkidən əziyyət çəkənlər bunu görüb, yəni müalicə olunmaq istəmirlərsə, onu belə çıxır ki, bu hala düşmək istəyirlər və yaxud da ki, ölmək istəyirlər. Bax, Totu, bayaq qaldığın evə bax. Ha? Bir də bura bax, təmizliyinə bax, işıqlığına bax. Bu qar harda yatacaq qardaşım? Burada. Yeri burada. Ha, hər qardaşım. Kim yanında kimsə yatacaq? Mən yoxdur. Sən yatacaqsan. Yəni hər bir belə deyim də, çətinliyini çəkəcəksən də. Bütün məsuliyyətlərimi boynuma götürmüşəm. Nə köməkliyi lazımsa, uşaqlar da sağ olsunlar. Yerimiz adına hazırladılar, elədilər.
Sağ olsun 12 addım reabilitasiya mərkəzi, sağ olsun Əkbər bəy götürdü. Çox çətin bir xəstədir, çox çətin bir ağır bir pasientdir, götürdü. Əziyyətini də çəkəcək, götürüb ki əziyyətini çəkəcək də. Yəni kadrlardan da gördünüz. Yaxşı olacaq. Sənə düşən bir 10-15%-dir, qalan biz eləyəcəyik. Sağ ol, Allah kömək olsun. Sənin qolun da olacaq, sənin qardaşın da olacaq, sənin dayağın da olacaq, hər şey eləyəcək. Protez. İndi varsa buradan müraciət eləyirəm. Bəlkə də protez şirkətləri var da, indi satışla məşğul olan. Varsa buna uyğun kimsə Allah xatirinə eləmək, yardım eləmək istəyirsə, eləyə bilər, versin taxaq qoluna dirənəcək kimi də, hə? İki də yemək də yeyək, hə? Mən də acımışam. Tut acımsan? Hə? Hədiyyatlardır. Doğrayam, çıxardaq ya. Götürəsən. Biz gedirik. Totunun belə deyim, yeni həyatı bundan sonra başlayır. Sağ ol qardaş. Təşəkkür edirəm, minnətdaram. İnşallah gələrsən. Bu işdə var ha, Totudan da çox Əkbər əziyyət çəkəcək. Onu bilirəm, Əkbər və Əkbərin komandası. Əkbər deyəndə ümumilikdə 12 addım reabilitasiyası gedir. Çox əziyyət çəkəsiniz. Allah 1000 qat əvəzini versin qardaş. Tural da deyir ki, hər bir əziyyətini çəkməyə hazıram da. Hazırıq. Hələ sağ ol. Üzlərinə bax, hamısının üzlərində nur var. Totu bizə əmanətdir inşallah. İnşallah. Şahid. Şahid, səndən bir dənə xahiş edeyim Totu üçün. Qurban sənə. Bax, elə bil Nail Kəmərli səndən xahiş edir. Totuya yazmağı öyrədə bilərsən. Hərfləri bilmir. Hə? Canla var. Sənə tapşırıq verdik. Gələn dəfə gələndə Əkbər müəllim şərait yaradarsan hərfləri, zadları öyrətsin. Totu şeir yazacaqsan. Görək də. İnşallah. İnşallah. Sağ ol Sultan. Öpürəm. Allah sənin var eləsin. Sultan da 3 il ayıqlı. 3 il. 3 il ayıqlı. Çempion. Sən düyünlərim, qaqam. Sən halaldır. Gördünüz də kadrlarda dostlar, necə ürəklə. Yəni mən olsaydım şəxsən baxmadı, istər-istəməz biraz çəkinərdim, amma elə bil öz qardaşının, doğma qardaşının əlini. Cəmiyyətdə minnətdarlığa gəlir bunlar. Hə, Hamı yazır. rənginə bax, rəngi ruhucu bombozdur. Ha? Get yat, sən yaxşıdır da. Get yat. Ayaq üstə zorla. Bu qaldır da yatsın ki. Allah kömək olsun. Yenə də səslənirəm millətimizə, xalqımıza, Azərbaycanın mərd oğlanlarına. Narkomaniya bizə yaraşmır. Narkomaniya bizlik deyil. Əgər səhv eləmisiniz, başa düşmədən bu yola düşmüsünüzsə, bax, müraciət eləyin, gec olmadan gəlin. Sağ olun. Şahid. Sağ olun. Özünüzə yaxşı baxın. Sağ olun.